ABŞ-ın Cənubi Qafqazda bir nömrəli tərəfdaşı Ermənistan yox, Azərbaycandır. Yeni Sabah az məlumat verir ki, bu haqda Ermənistanda nəşr edilən PAS qəzeti yazır. Nəşr xatırladır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı rəsmi açıqlamalardan sonra onu alqışlayanlar arasında Vaşinqton da var. ABŞ dövlət katibi Marco Rubio bəyan edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın tarixi sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına görə alqışlayır. Bu iki ölkə üçün Prezident Trumpın daha sülhsevər dünya strategiyasına uyğun olaraq 10 illiklər boyu davam edən münaqişənin səhifəsini bağlamaq üçün bir fürsətdir. Həmçinin Rubionun Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş bəyanatında deyilir. İndi sülhə sadiq olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək Cənubi Qafqaz xalqları üçün firavanlıq dövrünü elan etmək vaxtıdır. Amerika administrasiyası öz fəaliyyəti ilə sübut edir ki, onun regionda bir nömrəli tərəfdaşı Azərbaycandır. ABŞ prezidenti Donald Trumpın xüsusi elçisi Steven Witkoff Moskvaya səfərindən sonra dünən səhər saatlarında Azərbaycanın paytaxtına eniş edib. Amerika mənbələri bu haqda məhdud məlumat yayıb. İsrailin Yerusəlim Post qəzeti isə bu səfərin İsrail, ABŞ və Azərbaycan arasında yüksək səviyyədə əlaqələndirilmiş diplomatik addım olduğunu yazıb. İddiaya görə Witkoff Bakıda Trumpın dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünü, habelə Amerika şirkətlərinin iştirak edə biləcəkləri yeni enerji layihələrini müzakirə edib. ABŞ Azərbaycan qazının Rusiya və Ukrayna ərazisi ilə Avropaya çatdırılması ideyasında da maraqlı ola bilər. Amerika şirkətlərinin layihədə iştirakı mümkündür. Artıq heç kim Ermənistanı ciddiyə almır. Hətta həftələr öncə İrəvanla strateji tərəfdaşlıq sazişini imzalayan Amerikalılar da əsas görüşlərini Bakı ilə keçirirlər. Basın fikrincə, Donald Trump sələfi Joe Biden'dən fərqli olaraq seçimini Azərbaycandan yana edib.